Deməli belə yoldaşlar. Başlayırıq elektron imza və elektron sənəd haqqında qanun. Qanunumuz asan qanun deyil, çətin qanun da deyil, açıq. Müəyyən qədər anlaya bilsəz yazacaqsınız. İkinci bir sual, qanunumuz müəyyən qədər artıb. Əvvəl belə dedi, 8-9 səhifə olan bir qanunumuz hal-hazırda 20 səhifədir. Sayışızım 2 dərsə keçin bizim qanunumuz. İkinci bir nüans, qanunumuzdan qəbulda çətin suallar düşmür. Anlayışlar məsələsində müəyyən qədər çətin suallar düşə bilər. Onun da yolunu izah edəcəm ki, hansı formada düşür, necə düşür. Bütün bu şeylərə diqqət edəcəksiniz. Elektron imza və elektron sənədin bizim qanunvericilikdə artırılan hissəsi ki var, bunu onsuz da siz informatikada keçirdiniz. Yaxşımı? Sadəcə olaraq bunun vahid bir, belə deyək də, proqram çərçivəsi olsun deyənə əlavə elədilər qanunvericilik fənni üzrə. Bu qanunun hamısını. Əslində məntiqli olan da budur. Yəni bunun informatikada keçirilməsinin heç bir mənası yox idi. Ümumi olaraq belə deyək də, biz onsuz da bu qanunu oxumalıyıq. Yaxşı, istər informatikada olsun, istər bu qanunda olsun. Qanunumuzu 2 hissəyə keçəcəyik yoldaşlar və ilk belə deyək də hissədə, birinci periodda yarı hissəsini keçəcəm ki, sizə də göz düşməsini oxuya biləsiniz. Amma maksimum şəkildə diqqətli olmalıyıq və maksimum şəkildə özümüzə əziyyət verməliyik ki, bu qanunu çatdıraq. Yaxşı, qəbulda bəzən bir sual düşür. Yaxşımı? Son dövrdə artıq bir sual yox, 2 sual düşür, 2-4 arası sual düşür qəbulda. Bax, bu qanunumuzda. Yaxşımı? Ona görə maksimum diqqətli olaq ki, qanunumuzda nədən söhbət gedir. Elektron imza nədir və elektron sənəd nədir? Elektron imza və yaxud da elektron sənəd bizim gördüyümüz fiziki şəkildə çəkdiyimiz əl imzası ki var, həmin əl imzasının elektron versiyasıdır. Yaxşımı? Və yaxud da elektron sənəd dediyimiz məsələ bizim fiziki şəkildə gördüyümüz A4, A5 formatda hər hansı bir sənədlər ki var, bunların elektron versiyasıdır. Yaxşımı? İndi biz kargüzarlıqda keçdiyimiz məsələlər ki var, onların elektron versiyasını keçəcəyik sizinlə. Yaxşımı? Ümumi mənada bu formada qəbul edin bu qanunu. Yaxşı? Başlayırıq. Bu qanun nəyi tənzimləyir? Hər bir qanunun tənzimlədiyi müəyyən məsələlər var. Qanunumuzun preambula hissəsində göstərilir ki, bu qanun tənzimləyir ki, biz elektron imzadan hansı formada istifadə etməliyik və elektron sənəddən hansı formada istifadə etməliyik. İkinci bir nüans. Qanun tənzimləyir ki, elektron sənəd dövriyyəsində biz bu qanunun tətbiqin təşkilatıdır, hüquqi əsaslardır, bunları hansı formada müəyyən edəcək. Elektron sənəd dövriyyəsi nədir yoldaşlar? Əslində yeni bir anlayış deyil. Biz kargüzarda sizinlə sənəd dövriyyəsi keçmişik, hansı ki, sənədin təşkilata daxil olub icra olunduğu, belə deyək də, qeydə alındığı müddətdən onun icra olunub, göndərdiyi müddətə qədər nə adlandır? Sənəd dövriyyəsi. İndi biz bunun elektron versiyasını, bir dənə qarşısına elektron söz artırır, olur elektron sənəd dövriyyəsi. Yəni, elektron sistemdə sənədlərin sistemə daxil olub, sistemdən göndərildiyi ana qədər olan proses nə adlanacaq? Elektron sənəd dövriyyəsi. Yaxşımı? Buna diqqət edəcəyik. İkinci bir nüans. Bu qanun deyirik ki, elektron sənəd dövriyyəsində dediyimiz elektron imza ki var, elektron sənəd ki var, bunlar necə tətbiq olunmalıdır? Bunların hüquqi əsası nədir? Bunlardan yanlış formada istifadə etsək hansı məsuliyyətlərə səbəb ola bilərik? Və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir. Əlaqədar subyekt nədir? Misal, elektron imzadır, düzdür? Elektron imzanı verən mərkəz var, bir də elektron imzadan istifadə edən şəxs var. Əlaqədar subyekt deyəndə bunlar nəzərdə tutulur. Yəni, elektron imzanı verən mərkəz və ondan istifadə edən şəxs. Elektron sənədin əlaqədar subyektlər kimdir? Misal üçün, elektron sənədi tərtib edən şəxs kimdir? Və yaxud da həmin elektron sənəddən irəli gələn məsələləri icra edən şəxs kimdir? Və yaxud da ki, elektron sənəd kimə ünvanlanıb? Bu saydığım nüanslar da elektron sənədin subyektləri sayılır, əlaqədar subyektləri. Və dediyim bu subyektlər arasında yaranan münasibətləri tənzimləyir. Bu qanunumuzun preambula hissəsidir və qanunumuzda ümumi olaraq bunlardan danışacağıq. Keçirik əsas anlayışlara. Əsas anlayışlarda baxın, verilənlər. Biz informatikadan keçmişik bunu. Verilənlər nədir? Datadır, data bazalardır və s. bunlara aid olan məsələlərdir. İnformasiya texnologiya vasitələrindən emal edilməyə yararlı olan informasiyadır. Əslində, verilən özü nədir? Verilən özü bir informasiyadır. Düzdür? İnformasiya keçmişik biz sizlə. Biz sizlə keçmişik bir məlumat, bir də keçmişik informasiya. Məlumat azadlığı haqqında qanunda məlumatdan danışırdıq. Bu qanunda informasiyadan danışırıq. Məlumatla informasiyanın arasında fərq nə idi? Məlumat dedi ki, körtəbii şəkildə tətbiq olunan, belə deyək də, məlumatlardan söhbət gedir. Misal üçün, tutaq ki, buna bir dənə misal deyirəm, informasiya ilə məlumata sizə. Deyirəm ki, qarşıdakı dağ Naxçıvanın Ağrı dağıdır. Bu nə oldu? Bu məlumatdır. Bir də deyirəm ki, qarşıdakı dağ Naxçıvanın Ağrı dağıdır və bu dağın yüksəkliyi bu qədərdir, eni bu qədərdir. Bunun dağın arxa tərəfində bu kəndlər yerləşir və s. və s. Detallı şəkildə başlayıram dağı təqdim etməyə. Bu adlanır informasiya. Yəni, informasiya dediyimiz şey məlumatın əslində detallı şəkildə təqdim olunmasıdır. Yaxşımı?
İnformasiya texnologiya vasitələrindən emal edilməyə yararlı olan informasiya nə adlanacaq verilənlər. Bəs verilənlərin daşıyıcısı nə? Daşıyıcı nədir yoldaşlar? Daşıyıcı tutaq ki, hər hansı bir şeyi daşıyan, bu flash kart ola bilər, disk ola bilər, yaxşımı, hər hansı bir sənəd ola bilər. Verilənlərin daşıyıcısı deyəndə nə nəzərdə tutulur? Hər hansı bir maddi obyekt, hər hansı bir maddi obyekt verilənlərin saxlanılması və istifadəsi üçün təyin edilmiş maddi obyektdən gedir. Biz verilənləri, bu informasiyanı nədə daşıya bilərik? Bunu tutaq ki, hər hansı bir flash kartda daşıya bilərik, hər hansı bir disk vasitəsindən daşıya bilərik. Düzdürmü? Bunlar hamısı nə adlanacaq? Bunlar adlanacaq maddi obyekt. Məqsəd nədir? Həmin bu danışdığımız verilənlərin daşımaq. Üçüncüsü, məlumat bildirişi. Bildiriş nədir? Bildiriş bildiyimiz bizi məlumatlandırmaq üçün tətbiq olunan hər hansı bir belə deyə də qeyddir. Məlumat bildirişi deyəndə forma nəzərdə tutulur. Məlumatın verilənlər daşıyıcısında yazılmış forması. Yaxşımı? Bu adlanır nə? Məlumat bildirişi. Misal üçün, bir PDF-dir, düzdür? Mən bu PDF-i məlumat bildirişi adlandıra bilərəmmi? Və yaxud da deyək ki, bir Word sənədidir. Mən bu Word sənədini məlumat bildirişi adlandıra bilərəmmi yoldaşlar? İçərisində verilənlər varmı? Bəli, var. İnformasiya varmı? Var. Yəni, verilənlər daşıyıcısına yazılmış hər hansı bir forma, dediyimiz formada həmin o məlumat bildirişindən söhbət edir. Digər bir nüans, elektron imza özü nədir bəs? Elektron imza özü bir veriləndir. Niyə görə veriləndi? İndi bura baxırıq yoldaşlar. Biz axı dedik, verilən nə idi? Verilən informasiyadır. Bəs elektron imza da deyir veriləndi. Bu necə olur? İndi deyirik ki, elektron imza digər verilənlərə əlavə edilən, yəni digər məlumatlara, informasiyalara əlavə olunan və onlarla məntiqi əlaqəsi olan imza sahibini identikləşdirməyə, tanımağa imkan verən veriləndir. Elektron imza hər kəsə bir dəfə verilir və hər kəsin özünün şəxsi elektron imzası olduğuna görə biz o elektron imzaya baxarkən həmin şəxsi tanıyırıq. Misal üçün yoldaşlar, bax bu mənim tutaq ki imzamdır, düzdür? Elektron imzam deyil, sadəcə imzamdır fiziki şəkildə. Bu imza nədir? Bu imza məni identikləşdirməyə, məni tanımağa imkan verən bir veriləndir, düzdürmü? Və bunun elektron versiyası nə adlanacaq? Adlanacaq elektron imza. İkincisi, gücləndirilmiş elektron imza nədir? Bəs bunun elektron imzadan, adi bildiyimiz elektron imzadan fərqi nədir? Buna baxırıq indi. Gücləndirilmiş elektron imza deyirik ki, imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmadan onu identikləşdirən, məlumatın bütövlüyü, dəyişməzi və s. bu kimi şeylərə imkan verən elektron imza. Burada diqqət eləməli olduğumuz nüans nədir? Birincisi, gücləndirilmiş imza dediyimiz şey, imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılır. Biz burada yeni bir termin öyrəndik, elektron imza vasitəsi. Elektron imza vasitəsi nədir? Misal üçün, bu günlərin mən sənədi elektron imza ilə yox, öz üz görüntüm vasitəsini imzalayıram. Düzdürmü? Bu adlanır elektron imza vasitəsi. Yəni, mən imzamı çəkmədim, amma bir neçə vasitə ilə mən onu imzaladım. Və yaxud da deyək ki, sənəd imzalayıram, barmaq izindən istifadə edirəm. Telefon açıram, barmaq izindən istifadə edirəm. Tutaq ki, bank kartımdan nəsə məlumat götürüləndə, pul çəkiləndə mənim telefon nömrəmə belə deyək də kod gəlir. Bu telefon nömrəsi vasitəsilə mən onu imzalayıram. Bunlar nə adlanır? Bunlar hamısı adlanır elektron imza vasitəsi. Yəni elektron imzanın özü deyil, sadəcə elektron imza vasitəsidir. Yaxşı? Və gücləndirilmiş elektron imzanın adi bildiyimiz elektron imzadan fərqi odur ki, imza sahibinin nəzarəti altında olan elektron imza vasitələrinə yaradılır. Yaxşımı? Bax, buna diqqət etməliyik yoldaşlar. Sonra elektron imzanın sahibi kim? Fiziki şəxs. Hüquqi şəxs elektron imza sahibi ola bilməz. Yadınızda saxlayın. Elektron imza sahibi yalnız fiziki şəxs olacaq. O şəxs ki, öz adından və qanunvericiyə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxsin adından çıxış edə bilər. Tutaq ki, mən bu günlərim elektron imza sahibiyəm. Düzdürmü? Mənim adım A-dır. Mən bu günlərim A-nın yerinə hər hansı bir sənədi imzalaya bilərəm. Və yaxud da ki, tutaq ki, mənim idarə rəhbərimin adı B-dir. İdarə rəhbərim bir aylıq məzuniyyətdədir və mənə səlahiyyət verir ki, mən onun yerinə sənədləri imzalayayım. Nə deməkdir? Mənə səlahiyyət vermiş şəxs adından onun sənədlərini imzalaya bilər. Bax, bunu demək istəyir bizə. Elektron imza vasitələrinə dediyimiz proqram və yaxud da texniki vasitələr, hansı ki, elektron imzanın yaradılması üçün və yoxlanması üçün istifadə olunan proqramlardan söhbət gedir. İmza yaratma və yaxud da yoxlama məlumatları yaratmaq üçün istifadə olunan proqramlardan söhbət gedir. Yaxşımı? Sonra, elektron imza yaratma məlumatları necə olur bəs? İmza yaratma məlumatlarından söhbət gedirsə, kod və kriptoqrafik açarlardan söhbət gedir.
Kod dediyimiz nədir yoldaşlar? Bildiyimiz şifrələrdir. 1, 2, 3, 4. Kriptografik açarlardan söhbət gedir. Bu da birlər və sıfırlarla ifadə olunan hər hansı bir informasiyalardan söhbət gedir. Yəni, elektron imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə bəlli olan kod və yaxud da ki, yalnız imza sahibinə bəlli olan kriptografik açardan ibarət təkrar olunmaz veriləndir. Yadınızda saxlayın. Qəbulda düşəcək. Təkrar olunan veriləndir. Yaxşımı? Bu kimi nüanslara diqqət edirsiniz. Daha sonra imza yoxlama məlumatlarına baxırıq ki, elektron imza yoxlama məlumatları necə həyata keçirilir? Elektron imzanı birinci niyə görə yoxlayır? Onun həqiqiliyini yoxlamaq üçün, düzdür? Elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və yaxud da kriptografik, bayaq danışdığımız bu açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrar olunmaz verilən nə adlanacaq? Elektron imzanı yoxlama məlumatı. Yaxşımı? Bunun elektron imza yaratma məlumatından fərqi nədir yoldaşlar? Elektron imza yaratma məlumatlarına, yəni buradakı məlumatlara uyğun olaraq yaradılır. Dediyimiz bu yoxlama məlumatları. Daha sonra elektron imzanın həqiqiliyi deyəndə nə nəzərdə tutulur? Elektron imzanı yoxlama məlumatları vasitəsilə, bayaq danışdığımız o kriptografik və yaxud da ona uyğun olaraq açar söz vasitəsilə, yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olub-olmaması və yaxud da ki, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyü, dəyişib və yaxud da təhrif olunmadığının təsdiqidir. Yəni, yoxlananda elektron imza bu təsdiq olunur. Elektron sənəd dövrəsi dediyimiz şey ki var, hansı ki bu informasiyadır. Orada girəndə sol tərəfdə sənəd gəlibsə, sol tərəfdə aşağı hissədə ştrik kod olur. Həmin ştrik kodu adi öz telefonunuzla da oxuda bilərsiniz yoldaşlar. Ştrik kodu oxudanda ştrik kodun yuxarı hissəsində çıxır ki, bu elektron imza kimə məxsusdur və bu sənəd kim tərəfindən imzalanıb və şəxsin elektron imzası hansı tarixə qədər etibarlıdır. Yaxşımı? Bax, bu adlanır elektron imzanın həqiqiliyinin yoxlanılması. Sertifikat nədir? Sertifikat dediyimiz bildiyimiz sertifikat. Yaxşımı? Sertifikat kağızdır və yaxud da ki, elektron sənəd. Hansı ki, niyə görə verilir? İmza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olub-olmaması barədə sertifikat xidməti mərkəzinin verdiyi kağız və yaxud da elektron sənəd. Burada birinci nəyə diqqət edirik yoldaşlar? Sertifikat kim tərəfindən verildi? Sertifikat xidməti mərkəzi tərəfindən. Düzdür? Sertifikat dediyimiz şey kağızda ola bilər, elektron sənəd də ola bilər. Yəni, yalnız kağızdan ibarət deyil. Buna diqqət edəcəyiz. Daha sonra təkmil sertifikata baxırıq. İndi sertifikatdan danışdıq, düzdürmü? Bəs təkmil sertifikat nədir? Təkmil dediyimiz şey bir şeyin təkmilləşdirilmiş formasıdır, düzdürmü? Deməli, təkmil sertifikat burada danışdığımız adi sertifikata nisbətən daha çox səlahiyyətə malik olan bir sertifikatdır. Bizə daha çox səlahiyyət verən bir sertifikatdır. Yaxşımı? Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən cüzləndirilmiş elektron imzanın yoxlama məlumatları barəsində verilən sertifikatdır. Və bunu da ayrı bir rənglə işarə edirəm ki, fərqini hiss edəsiniz. Birincisi, təkmil sertifikat kim tərəfindən verildi? Akkreditə edilmiş sertifikat xidməti mərkəzi tərəfindən. Düzdür? Bəs adi bildiyimiz sertifikat kim tərəfindən verildi? Sadəcə sertifikat xidməti mərkəzi tərəfindən. Bax, buna diqqət edin. İkinci nüans. Adi bildiyimiz sertifikat nə üçün verildi? Elektron imzanı yoxladılar, həqiqətən də müəyyən elədilər ki, bu düzgündür və bu halda verildi. Sadəcə elektron imzanı yoxladılar. Təkmil sertifikat amma cüzləndirilmiş elektron imza yoxlama məlumatları barəsində verilən sertifikat. Yaxşı? Deməli, bunların bir-birindən 2 dənə fərqi oldu. Bu fərqlərə diqqət edəcəyiz. Bəs sertifikat xidməti mərkəzi dediyimiz şey nədir? Hansı ki, bundan sonra biz ondan belə deyək, mərkəz deyə danışacağıq. Deyirik ki, sertifikat xidməti mərkəzi ya hüquqi şəxsdir, ya da fiziki şəxsdir. Necə? Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üçün bu qanunla müəyyən edilmiş digər xidmətləri göstərən hüquqi şəxs nə adlanır? Sertifikat xidməti mərkəzi. Və yaxud da ki, bu saydığımız nüansları yerinə yetirən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətlə məşğul olan fiziki şəxs. Nə adlanacaq yoldaşlar? Sertifikat xidməti mərkəzi. Deməli, sertifikat xidməti mərkəzi həm hüquqi şəxs ola bilər, həm də fiziki şəxs ola bilər. Bəs yaxşı, akkreditə edilmiş sertifikat xidməti mərkəzi nədir? Deyirik ki, təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidməti mərkəzi. Yəni, burada bizə nə demək istəyir yoldaşlar? Sertifikat xidməti mərkəzi bizim bildiyimiz, bax, burada danışdığımız sertifikat ki var, bax, bunu verəcək bizə. Yaxşımı? Amma akkreditə edilmiş sertifikat xidməti mərkəzi təkmil sertifikatı verəcək bizə. Hansı ki, cüzləndirilmiş danışdığımız o, belə deyək də,
elektron imza ki var, bununla bağlı verilən sənədlərdir. Yaxşı, deməli, altından xətt çəkdiyim sözləri silirəm yoldaşlar. Burada gördüyümüz hissədən sizə sual düşmə ehtimalı daha çoxdur. Burada nəyə diqqət edəcəksiniz? Birinci, sertifikatı oxuyanda sertifikatla sertifikat xidməti mərkəzinin bir oxuyacaqsınız. Təkmil sertifikatla akkreditə edilmiş sertifikat xidməti mərkəzinin bir oxuyacaqsınız. İkincisi, oxuyanda sertifikatla təkmil sertifikat arasındakı fərqə baxacaqsınız. Sertifikat xidməti mərkəzi akkreditə edilmiş xidmət arasındakı fərqə baxacaqsınız. Çünki bir-birində olan sözlərin yerini qarışdırıb sizə təqdim edəcəklər qəbulda. Yaxşı, bax buna diqqətli olacaqsınız. Sonra elektron sənəd nədir? Elektron sənəd bir kontentdir. Mən bu günlərin, tutaq ki, bu açdığımız sənəd nədir? PDF, düzdür? Mən bu PDF-i, tutaq ki, hər hansı bir imza vasitəsində imzalasam, bu nə olacaq? Elektron sənəd, düzdür? Yəni, elektron formada, o cümlədən mətin, səs, görüntü, audio görüntü vasitəsində saxlanılan kontent. Mənim, misal üçün, kompüterimdə bir dənə şəkil var, JPEG formatında. Bu nədir? Bu artıq adlanır elektron sənəd. Hansı ki, mən onu imzalasam, elektron sənəd adlanacaq. Yaxşı? Bəs elektron sənəd dövriyyəsi nədir? Bayaq dediyimiz şeyin əslində elektron versiyasıdır. Bu bir prosesdir yoldaşlar. İnformasiya sistemində danışdığımız elektron sənədin nizamlanmış hərəkəti ilə bağlıdır. Yaxşımı? Biz kargüzarlıq haqqında təlimat keçəndə də sənəd dövriyyəsində zəruri olan hallardan biri nə idi? Sənədin nizamlı şəkildə hərəkəti. Yəni, sənəd bu günlərin kargüzarlığa sabahsı gün belə deyə də başqa bir şöbəyə daxil ola bilməz. Bu gün hara daxil olubsa, sabah gələn sənəd də həmişə kimi kargüzarlığa daxil olacaq. Bu, elektron sənəd dövriyyəsində də eyni formada tətbiq olunur. Bəs elektron sənəd dövriyyəsi vasitələri hansılardır bəs? Vasitə deyəndə hər hansı bir proqramdan söhbət gedir, hər hansı bir texniki vasitədən və yaxud da texnologiyadan söhbət gedir. Hansı ki, elektron sənəd dövriyyəsində bu üçündən hər hansı biri tətbiq olunacaq. Bu üçünə adlanır vasitə. Sertifikatlaşdırılmış elektron imza vasitələri nədir? Sertifikatlaşdırılmış elektron sənəd dövriyyəsi vasitələri nədir? İndi bunlara diqqət edin. Birincisi, deyir ki, sertifikatlaşdırılmış elektron imza vasitəsi deyəndə, bu da elektron imza vasitəsi. Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq olunan elektron imza vasitələri nə adlanır? Sertifikatlaşdırılmış elektron imza vasitəsi. Çünki biz bunun uyğunluğunu, həqiqiliyini, qanuna uyğunluğunu təsdiq elədik. Adlanacaq sertifikatlaşdırılmış. Bir də var, elektron sənəd dövriyyəsi vasitələri. Müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron sənəd dövriyyəsi vasitələri. Bu iki cümlə arasında hər hansı bir fərq yoxdur. Bu iki cümlə arasında olan yeganə fərq budur yoxdur. İşte baxın, cümlənin sonuna diqqət edin. Elektron imza vasitəsi, elektron sənəd dövriyyəsi vasitəsi. Eyni şeydir, yəni dəyişən hər hansı bir nüans yoxdur. Bunu yadda saxlayanda bu formada belə deyək, yadda saxlayacaqsınız. Sonra keçirik. Elektron sənədi göndərən kimdir? Elektron sənədi alan kimdir? Və elektron sənədin, belə deyə də, vasitəçisi kimdir? Bunlara diqqət edəcəksiniz. Əvvəlki dövrdə tez-tez sual düşürdü buna, yenə də düşür. Yəni ara-ara düşür, 2 aydan bir. Baxın, elektron sənədi göndərən var, elektron sənədi alan var. Bir də elektron sənədi alanla göndərən arasında bu xidməti göstərən vasitəçi var. Deyirik ki, elektron sənədi göndərən kimdir? Birinci buna baxırıq. Göndərən fiziki və ya hüquqi şəxsdir. Alan da fiziki və ya hüquqi şəxsdir. Vasitəçi də fiziki və ya hüquqi şəxsdir. Amma göndərən elektron sənəd dövriyyəsi vasitəsi işarələyirəm. İstisna olmaqla özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxsdir. Bu göndərən adlanır. Elektron sənədi alan kimdir? Elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs, vasitəçi dediyimizdə göndərən və alan arasında bu xidmətləri göstərən şəxsdir. İndi elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla nə deməkdir yoldaşlar? Baxın, elektron sənədi göndərən adını yazıram, bura yazıram G, düzdürmü? Elektron sənədi alanın adını yazıram, bura yazıram A. Göndərən alan, düzdür? Bunların arasında bu xidməti göstərən kim idi? Vasitəçi. İndi qanun bizə nə deyir? Qanun deyir ki, göndərən o şəxsdir ki, elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla bu sənəd gedir. İndi deyirəm ki, bu C vara göndərən bu şəxs tərəfindən hər hansı bir sənəd göndərilir. Bu sənəd ən birinci göndərilir vasitəçiyə, sonra vasitəçi bu sənədi göndərir A-ya. Düzdür? İndi bu sənədi alan tərəf ki var, A tərəfi sənədi açıb baxanda orada nə yazılacaq? Orada görür ki, sənəd vasitəsindən gəlir, bir də göndərəndən gəlir. İndi A necə müəyyən eləsin ki, bu sənədi göndərən kimdir? Ona görə deyirik ki, yoldaşlar, bu dediyimiz vasitə istisna olmaqla sənədi göndərən kimdir? A.
və yaxud da sənədi qəbul edən kimdir? Biz sənədi göndəririk. Ən birinci sənədi kim qəbul edəcək? Vasitəçi. İkinci kim qəbul edəcək? Alan. Ona görə deyirik ki, sənədi alan əslində vasitəçi deyil. Vasitəçi alıb göndərir. Sənədi alan A tərəfidir. Ona görə deyirik ki, sənəd dövriyyəsi vasitəsi istisna olmaqla sənədi alan şəxs, belə deyək də, elektron sənədi alan hesab olunur. Bu vasitə istisna olmadan sənədi göndərən şəxs adlanır elektron sənədi göndərən. Və niyə görə burada elektron sənəd dövriyyəsi vasitəsi istisna yazıb onu izah edirəm sizə. Sonra elektron sənədin həqiqiliyi məsələsinə baxırıq. Deyirik ki, elektron imzanın həqiqiliyinin yoxlanması yolu ilə elektron sənədin tamlığı, yəni zəruri rekvizitlərə malik olub-olmaması və yaxud da ki, bütövlüyü, ötürülmə zamanı hər hansı bir xətaya məruz qalınmı, təhrif olunub-olmayımı, bunların təsdiq edilməsinə adlanır elektron sənədin həqiqiliyi. Misal üçün, deyək ki, mən bu günlərin bir elektron sənəd hazırlayıram, Word faylımda. Sənədi göndərirəm, misal üçün, vasitəçiyə. İndi vasitəçi bu sənədi kimə göndərməlidir? Alan tərəfə, düzdürmü? Mən sənədi Word faylımda göndərirəm, vasitəçi də sənədi dəyişir, alan tərəfə PDF formatında göndərir. Yaxşı, sual yaranır. Bu halda biz bu elektron sənədi həqiqi hesab edirik, yoxsa hesab etmirik? Kim deyər? Mən Word-də alıb PDF-də göndərirəm. İki nəsə dəyişiklik edə bilərlər, nə müəllim? Çünki sənəd təhrif olunub, düzdür? Elektron sənəd birazdan keçəcək ki, hansı formada qəbul olunubsa, o quruluşu saxlamalıdır. Təhrif olunmamalıdır. Yaxşımı? Bu bilirsiniz nəyə oxşuyur? Misal üçün, dövlət orqanına fiziki formada A4 formasında bir sərəncam daxil olub, düzdürmü? Kargüzar o A4 formasında olan sərəncamı çevirir A5 formatında olan bir sərəncamı özü yazır və bunu göndərir, belə deyək də, bizim dediyimiz şeyə, dövlət orqanının rəhbərinə. Sənəd daxil olanda A4 formatında daxil olub, düzdür? Amma dövlət orqanının rəhbərinin əlinə çatanda sənəd hansı formatdaydı? A5 formatda. Biz indi sənədi həqiqi saya bilərik, yoxsa yox? Əlbəttə ki, sənədi həqiqi saya bilmərik. Yaxşımı? Bax, bunlara diqqət edəcəksiniz, yoldaşlar. Korporativ informasiya sistemi nədir? Adından da göründüyü kimi, korporativ dediyimiz şey bir şeyin daha böyük bir formasıdır. Korporativ informasiya sistemi deyəndə daha böyük informasiya sistemlərindən söhbət gedir. Mülkiyyətçinin müəyyən etdiyi, hansı ki bu korporasiya informasiya sisteminin sahibidir, mülkiyyətçinin müəyyən etdiyi və iştirakçılar arasında, hansı ki bu korporativ informasiya tərəflərindən söhbət gedir, iştirakçılar arasında müqavilə ilə razılaşdırılmış məhdud sayılı istifadəçi olan informasiya sistemi. Nə adlanacaq? Korporativ informasiya sistemi. Yaxşımı? Tutaq ki, bu günlərim sənin bir şirkətin var, öz şirkətin üçün ayrıca bir elektron sənəd dövriyyəsi formalaşdırırsan. İstəmirsən ki, kimisə xidmətinə istifadə edirsən, ancaq öz şirkətinə məxsus olan öz xidmətlərinə istifadə etmək istəyirsən. Və bundan kim istifadə edə bilər? Ancaq sənin şirkətində işləyən işçilər. Yəni, iştirakçı sayı məhduddur. Yaxşımı? Bunun mülkiyyətçisi kimdir? Şirkətin özü. İştirakçılar kimdir? Ondan istifadə edən istifadəçilər. Düzdür? Bax, belə informasiya sistemləri adlanır korporativ informasiya sistemi. İnformasiya sahibi barəsindəki məlumatlar nədir? Bu elə bildiyimiz məlumatlardır. Hansı ki, biz gedib sertifikat alanda imza sahibinin bildirdiyi və sistemin işi zamanı onun barəsində toplanılan məlumatlar imza sahibi barədə toplanan məlumatlardır. Burada yoldaşlar diqqət edirsiniz və sözü var. Və vaxt göstərisinə baxırıq son olaraq. Müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akreditə edilmiş məlumatın elektron belə deyək də qeydi. Bu nə deməkdir? Misal üçün, mən elektron sənədi göndərən şəxs A tərəfi saat 22:35, düzdürmü? Sənədi göndərmişəm. Qarşı tərəf, B tərəfi sənədi nə vaxt qəbul edib? Deyək ki, 23:40-da. Düzdür? Bax, burada gördüyümüz vaxt göstəriciləri elektron mərkəz tərəfindən qeydə alınır. Yaxşımı? Və sabahsı gün hər hansı bir problem yarananda, misal üçün, A tərəfi göndərən tərəflə alan tərəf arasında mübahisə yarananda bizim dediyimiz bu vaxt göstəricilərinə baxır. Vaxt göstəricisi dediyimiz bu məsələdir. Və bu qanunda bundan sonra istifadə edilən mərkəz anlayışı və imza deyəndə nə nəzərdə tutulur? Mərkəz deyəndə sertifikat xidmətləri mərkəzi 1 və akreditə edilmiş mərkəzlər nəzərdə tutulur. Bu qanunda mərkəz deyəndə diqqətli olun. İkincisi, imza deyəndə ya ümumi bildiyimiz elektron imza, ya da gücləndirilmiş elektron imza nəzərdə tutulur. Bu bizim qanunumuzla bağlı əsas anlayışlardır. Əsas anlayışlarla bağlı sualınız var mı? Müəllimə vasitəçi bu izaha. Vasitənin vasitəçisi məsələsini bilmirik. Düzdür? Vasitəçisə bəli. Bəli.
elektron sənədi göndərən və alan arasında vasitəsi istisna olmaqla deyirik ki, elektron sənədin ünvanlandığı şəxs. Düzdürmü? Bax, bura yazıram, misal üçün öz adımı. Burada yazıram Yunisin adı. İndi mən Yunisə elektron sənəd göndərməliyəm. Düzdürmü? Elektron sənəd dövriyyəsi vasitəsilə göndərəcəm də bunu. Birbaşa Yunisə göndərə bilmirəm axı elektron sənədi. Düzdürmü? Deməli mən sistem sənədi ən birinci göndərəcəm elektron sənəd dövriyyəsinə, yəni SSD gedir bu. Elektron sənəd dövriyyəsinə. Daha sonra sistem özü avtomatik şəkildə yoxlayacaq səhvləri, düzləri və o sənədi göndərəcək Yunisə. Düzdür? İndi burada sənədi göndərən elektron sənəd dövriyyəsi də Yunisə sənəd göndərdi. Seymur müəllim də Yunisə sənəd göndərdi. Sual yaranır ki, burada Yunisə sənədi göndərən kimdir? Ona görə qanunda belə sual yaranmasın deyənə. Yəni əslində belə baxanda mən də sənədi göndərmiş oluram elektron sənəd dövriyyəsində. Düzdürmü? Qanun ona görə deyir ki, elektron sənəd dövriyyəsi vasitələr istisna olmaqla öz adından sənəd göndərilən şəxs adlanır göndərən və elektron sənəd dövriyyəsi vasitələri istisna olmaqla öz adından sənədi qəbul edən şəxs adlanır Yunis. Düzdür? Qarşı tərəf, alan tərəf. Sual versinlər. Bu elektron sənəd dövriyyəsi vasitəsi elektron poçta olur, yoxsa məsələn hər hansı bir müəssisə məsələn müraciət edir. Elektron poçt deyil. Canlı olur müəllim, cansız. Yox, cansızdır. Bu ayrıca bildiyimiz elektron sənəddir. Baxın, gəlin onu göstərdim sizə yoldaşlar. Konkret Bir də olaraq desəm görün odmu? Məsələn, insan reyestrində hər hansı müəssisəyə birdən müraciət göndəririk. İnsan reyestrləri baxıb da onun müəssisə rəhbərinə göndərir. O baxın, tipdir. bu gördüyümüz yazdıq, daxil olduq. Bax, bu sistemdən istifadə olunur elektron sənəd dövriyyəsi göndərəndə. Yaxşımı? Mərkəzləşin. Mən tutaq ki, hər hansı bir şəxsə hər hansı bir sənəd göndərmək istəyəndə onu bura daxil edirəm və daha sonra həmin şəxsə o sənəd belə deyək də ünvanlanmış hesab olunur. Dediyimiz elektron sənəd dövriyyəsi budur yəni. Bundan başqa hər hansı bir şey deyil. İndi vasitəsi arasındakı o fərqi izah elədik yoldaşlar. Vasitəsi nə deməkdir? Daha sonra korporativ informasiya sistemlərindən danışdıq, anlayışlardan danışdıq. İkinci bir nüans nəyə diqqət edəcəksiniz yoldaşlar? Anlayışlar məsələsindən sizə əvəz etmə ilə suallar düşə bilər. Əvəz etmə sualları nədir yoldaşlar? Nə deməkdir əvəz etmə sualları? Baxın, deyirik ki, cüzləndirilmiş elektron imza. Tutaq ki, cüzləndirilmiş elektron imza ilə bağlı sizə hər hansı bir sual düşdü, düzdür? Cüzləndirilmiş elektron imza əslində nədir? Elektron imza. Düzdürmü? İndi elektron imza bərabərdir nəyə? Burada 1.1.4-də danışdığımız elektron imzadır. Düzdürmü? Eyni şey. Düzdür? Qəbulda yazacaq ki, saxtalaşdırmadığını müəyyən etməyə imkan verən elektron imza sözünün yerinə bunu yazacaq. Digər verilənə əlavə edilən məntiqi əlaqəsi olan imza sahibini identikləşdirmə imkan verilən adlandırılmış cüzləndirilmiş elektron imza. Yaxşımı? Bax, belə əvəz etmələr olacaq yoldaşlar sizin üçün. Yəni, belə əvəz etmə olanda biz bunu doğru kimi götürürük. Yəni, elektron imza nədir? Əslində, anlayışın özünü verib sənə, təqdim edir. Və yaxud da ki, imza sahibi və yaxud da digər, belə deyək də, oxşar məsələlərlə bağlı nəzərdə tutulan məsələ. Məsələn, təkmil sertifikatda verə bilər onu sizə. Sertifikat sözünün yerinə burada dediyimiz tərifi qeyd edə bilər. Yaxşımı? Bax, bunlara diqqət edəcəksiniz qəbulda. Sonra keçirik, elektron imza və elektron sənədin istifadə sahələrinə baxırıq. Yoldaşlar, hansı sahələrdə istifadə olunur? Birincisi deyirik ki, qanunverici ilə nəzərdə tutulmuş hallar istisna olmaqla elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsinə rəsmi və qeyri-rəsmi yazışmalar və yaxud da ki, hüquqi məsuliyyətdir, öhdəliklə doğuran sənəddir və yaxud da informasiya mübadiləsi aparıla bilər. Deməli, elektron sənəd dövriyyəsi vasitəsi təkcə rəsmi məlumatların göndərilməsi üçün aparılmır. Qeyri-rəsmi yazışmalar da elektron sənəd dövriyyəsi vasitəsilə aparıla bilər. Yaxşımı? Sonra keçirik, elektron imza və elektron sənədin hüquqi qüvvəsinə baxırıq. Deyirik ki, hər hansı bir elektron formada olduğuna görə, sertifikatsız olduğuna görə və yaxud da ki, sertifikatlaşdırılmamış imza vasitələrinə yaradıldığına görə sən elektron imzanı etibarsız saya bilmərsən. Yaxşımı? Biz hansı elektron imzanı, məsələn, elektron imzanı gedib hardan alır? Sertifikat mərkəzlərindən, düzdürmü? Onlar bizə sertifikat verir ki, sənin elektron imzan sertifikatdır. Amma tutaq ki, mən bu günlərim ayrı bir yerdən, öz elektron imzamı ayrı bir yerdən almışam, heç mərkəzdən almamışam. Və ayrı bir yerdən aldığıma görə mənim elektron imzamın sertifikatı yoxdur. Amma bu o demək deyil ki, sənin elektron imzan etibarsızdır. Yaxşımı? Bax, buna diqqət eləyəcəksiniz. İkinci bir nüans. Qanunvericə nəzərdə tutulmuş hallar istisna olmaqla, yenə deyirik,
sertifikatlaşdırılmış imza vasitələrlə yaradılıb, qüvvədə olan təkmil sertifikatlı cüzləndirilmiş imza nəyə bərabərdir? Əl imzasına bərabər hüquq qüvvəyə malikdir. Yəni, təkmil sertifikatlı cüzləndirilmiş imza bizim əl imzamıza bərabər tutulur. Sənədi onunla imzalasaq, əl imzası çəkməyimizə ehtiyac yoxdur. Və yaxud da ki, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstəriləndə, bu halda cüzləndirilmiş imza şəxsin kağız daşıyıcı üzərində və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. İndi burada biz nəyə demək istəyirik yoldaşlar? Birincisi, sənin sertifikatın, yəni elektron imzandan söhbət gedir. Yoldaşlar, səsi bağlayarsınız, zəhmət olmasın. İndi yoldaşlar, burada nəyə diqqət edirik? Deyirik ki, sənin təkmil sertifikatlı cüzləndirilmiş imzandan söhbət gedir. Əgər sənin aldığın elektron imza təkmildirsə, təkmil yazıram bura. Bu bərabərdir nəyə? Əl imzasına. Düzdürmü? Bu birinci qayda qanunumuz. Yazırıq bura 1. İkinci, əgər sənin aldığın həmin o təkmil sertifikatda danışdığımız cüzləndirilmiş elektron imzada sənin səlahiyyətlərində göstərilirsə, səlahiyyət. Bu nəyə bərabərdir? Bu bərabərdir həm əl imzası plus nəyə? Möhrə. Yaxşımı? Artıq sənin səlahiyyətin göstəriləndə həmin sənədə möhür vurmaya bilərsən. Diqqətli ol. Yəni, sən tutaq ki, orqan rəhbərsən, sənin möhür vurma səlahiyyətin varsa, sən elektron imzanı imzalayanda artıq sənədə möhür vurmağına ehtiyac olmayacaq. Yaxşımı? Daha sonra, qanunvericilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunanda, deyirik ki, müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab olunur. Yaxşımı? İndi, adi qaydada bildiyimiz sənəd ki var yoldaşlar. Məsələn, gedmirsən notariusa, evini alqı-satqı edirsən. Deyir ki, konkret olaraq sən mənə imzalı sənəd gətirməlisən. Sən də deyirsən ki, mənim imzalı sənədim yoxdur, amma bax bu sənəd elektron sənəd dövriyyəsi vasitəsilə imzalamışam. Cüzləndirilmiş elektron imzamla imzalamışam. Yaxşımı? Bu halda sənin sənədini qəbul edə bilərlər. Bu bilirsiniz nə yoxşur yoldaşlar. Misal üçün, tutaq ki, gedirsən hər hansı bir vətəndaşsan, qəbula gedirsən icra hakimiyyətinə. Gedəndə nəyi göstərsən? Vətəndaş qəbulunda deyirik ki, qəbula gedən şəxs nəyi göstərməli idi? Şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd, düzdür? İndi gedmirsən, şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd yoxdur. Açırsan telefonunu, telefonda MyGov var da yoldaşlar, bilirsiniz. MyGov'un varsa MyGov'u göstərməklə sən qəbula yazıla bilərsən. Niyə? Çünki MyGov'da olan məlumatlar yenə də yalnız sənin özündə ola bilər. İndi bunu dəyişdiririk, buradakı şəxs sözünü də silirik, buradakı MyGov sözünü də silirik. Deyirik ki, adi bildiyimiz sənəd ki var, hansı sən onu yazılı formada təqdim eləməsən, bu sənədi elektron imzanla imzalamısansa, bu elə yazılı formada imzalanmış sənədə bərabər sənəd hesab olunur. Yaxşımı? Yəni 3.4-də bizə izah eləməli olduğu məsələ budur. Və elektron sənədin notarius qaydasına təsdiq məsələsinə baxır yoldaşlar. Qanunvericilə bəzi sənədlərimiz var ki, o sənədlər notarius qaydasına təsdiq olunmalıdır və yaxud da ki, dövlət qeydiyyatı tələb olunur. Bu tip hallar istisna olmaqla elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malik olacaq. Yaxşımı? Yəni, burada dediyimiz sənəd ki var, notarius qaydasına təsdiq tələb olunmursa və yaxud da qeydiyyat tələb olunmursa, yenə dediyimiz kimi elektron imza ilə imzaladığımız sənədə belə də bərabər hesab olunacaq. Daha sonra, bəs yaxşı, qanunverici ilə sənədin notarius qaydasına təsdiqi tələb olunanda nə olur? Deyirik ki, sənədin notariat qaydasına təsdiqi və yaxud da dediyimiz kimi dövlət qeydiyyatı tələb olunanda elektron sənəd və yaxud da onun birazdan keçəcəyik, belə dedik, ümumi və xüsusi hissələrə malik olması. 25.1-ci maddəsinin tələblərinə cavab verən surəti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alınır və yaxud da təsdiq olunur. Nəyi demək istəyir yoldaşlar? Bizlə bağlı nəyi deyir? Bax, deyirəm ki, mən notariusa gedirəm, düzdürmü? Hər hansı bir sənəd təqdim eləməliyəm notariusa. Sənədin, belə deyək də, dövlət qeydiyyatının tələb olunması, notarius qaydasına təsdiqi nə deməkdir? Yoldaşlar, bunu izah edeyim sizə. Notarius qaydasına təsdiq budur ki, notariatın işçilərinin iştirakı ilə sən həmin sənədə imza çəkməlisən. Notarius qaydasına təsdiq buna deyilir. Yaxşımı? İndi deyək ki, mən tutaq ki, notariusa getmişəm, düzdür? Notarius mənə deyir ki, bax, belə bir sənəd var, bunu imzalamısan, bizim iştirakımızdan imzalamalısan, düzdürmü? Amma mən deyirəm ki, mən o sənədi imzalaya bilməm. İndi hər hansı bir hadisə baş verib imzalaya bilməmişik o sənədi, düzdür? Amma mən o sənədin elektron versiyasını imzalamışam.
Notarius da deyir ki, o sənədin elektron versiyasını çıxar printerdən, surətini gətir mənə təsdiq elə. Mən də elektron sənədin çıxartdığım surətin, düzdürmü? Apardım verdim notariusa. Qanunvericiliklə elektron sənədi çıxardanda bizim bildiyimiz kargüzarlıqdan sənədin surəti necə təsdiq olunurdu? Sənədin yuxarı sağ küncündən deyirik surət qeydi vurulurdu, düzdürmü? Bax, həminki qaydadır. Yenə də elektron sənədin yuxarı sağ küncündən surət qeydi vurursan və bu formada təsdiq olunur ki, bu elektron sənəd dövriyyəsindəki sənədin surətidir. Yaxşımı? Və bunu aparıb notariusa verəndə notarius bu sənədi qəbul edir. Yəni bu formada təsdiqlənmiş sənədlər qəbul olunacaq. Və yaxud da ki, məlumat bildiricili elektron sənədin istifadəsi həm bu qanun, həm də digər normativ hüquq aktlarla tənzimlənəcək. Bu da yoldaşlar bizim danışdığımız elektron imza və yaxud da elektron sənədin hüquqi qüvvəsi məsələsi. Yaxşımı? Sualınız varmı maddə 3-dən? Yoxsa keçirik maddə 4-ə. Qanunvericilik nə deyir bəs bununla bağlı bizə? Elektron sənəd dövriyyəsinə bağlı qanunvericilik nədən ibarətdir? Bizim proqramımızda daxil olan ən geniş qanunvericilikdir yoldaşlar. Diqqətli olun. Birincisi, Azərbaycan Respublikasının konstitusiyasına ibarət. Tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən ibarətdir. Bu qanundan ibarətdir. Yaxşımı? Bir də digər normativ hüquq aktlardan ibarətdir. Bu işarələrdiklərin digər qanunlarla birəbir eynidir. Düzdürmü? Bəs fərqli olanlar nədir? Fərqli olanlar bunlardır. Mülki məcəllə, bax qırmızıyla işarə edirəm. Dövlət sirri haqqında qanun, informasiya və s. mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunlarından ibarətdir. Yaxşımı? Əlavə olaraq bunları da deyəcəyik. Ələt azad iqtisadi zona dünyada mövcud olan 8 zonadan biridir və belə zonalar mənsub olduğu dövlətin qayda qanunu keçmir. Yəni, ələt azad iqtisadi zonası, ələt Azərbaycan ərazisi olsa da, orada yaradılmış azad iqtisadi zona da Azərbaycan Respublikasının, belə deyək də, qanunvericiliyi beynəlxalq normalar nəzərə alınmaq şərtinə tətbiq oluna bilər. Ona görə deyirik ki, ələt azad iqtisadi zonasında elektron imza və sənəd sahəsində münasibət qanunun tələblərinə uyğun olaraq tənzimlənəcək. Və qanunumuzda nə deyir? Tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən söhbət gedir. Yəni, bu şeylər nəzərə almaqla tərtib olunacaq bu qanun. Yaxşı, bax buna diqqət edin. Sonra elektron imzanın istifadəsinə baxacaq ki, elektron imza kimə məxsusdur? Elektron imza yaratma məlumatlarından istifadə eləməklə elektron imza vasitələrindən yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Başqa bir adama məxsus ola bilməz. Mənim bu günlərim barmaq izimdən, barmaq işarəmdən istifadə edib hər hansı bir elektron imza yaradılırsa, barmaq izi fərqlidir də, hər şəxsə belə deyək, fərdidir. Deməli, bu yalnız mənim özümə məxsus olacaq və yaxud da üz görüntüm. Yaxşımı? İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər. Baxın, imza sahibi bir neçə elektron imzaya malik olar demir. Bir neçə imza yaratma məlumatlarına malik ola bilər. Əlbəttə ola bilər. Mən bu günlərim barmaq izimdən də sənəd imzalaya bilərəm, üz görüntümdən də, telefon nömrəmlə də. Yaxşımı? Bunların hamısı nə adlanır? İmza yaratma məlumatları. Mən bunlardan hər hansı bir sənədi imzalamış, belə deyə də, hüquqi qüvvə verə bilərəm. Və onlar sertifikatlarında göstərilən münasibətdə istifadə olunacaq. Hansı ki, bizim aldığımız imza ki var, elektron imza yoldaşdır. Deyək ki, flash kart formasında təqdim olunur. Baxın, bu elektron imzanı alanda bizə nə verilir? Sertifikat verilir də, düzdürmü? Həmin sertifikat bir növ müqavilədir yoldaşlar. Təlimatdır, yəni istifadə kağızıdır. Orada göstərilir ki, sən bu sertifikatdan hansı məqsədlər üçün necə istifadə edə bilərsən. İmzanın yoxlanması məsələsinə baxır. Elektron imza niyə görə yoxlanılır? Elektron imza iki şeyə görə yoxlanılır. Bir, elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq eləmək üçün ki, bu elektron imza həqiqətən bu şəxsə aiddir. İkincisi, imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədindən istifadə olunur. Yaxşımı? Yoxlama imza vasitələrinin istifadə edilməklə elektron imzanın yoxlama məlumatları əsasında aparılacaq. Sonra, elektron imzanın yoxlama qaydası kim tərəfindən müəyyən olunacaq? İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edəndə də qarşı tərəfi xəbərdar etməlidir. Dəfələrlə qəbula düşür. Kim qarşı tərəfi xəbərdar etməlidir? Belə sual düşür. Və yaxud da imza sahibi kimi xəbərdar etməlidir? Bax, belə sual düşür. Yəni, sən elektron imzadan istifadə etməyib, hər hansı bir sənəd göndərdə kimə məlumat verməlisən? Bundan danışılır. Elektron imza dövlət idarəsində necə istifadə olunur? Ən əsas məsələmizdir. Qanunda bizə aid olan məsələlərdən biridir. Birincisi, dövlət idarəsində yoldaşlar. Fərqi yoxdur, bu yerli özündartma ola bilər, dövlət hakimiyyəti orqanları ola bilər. Elektron sənəd mübadiləsi üçün biz ya gücləndirilmiş, belə deyək də, elektron imzada istifadə edəcəyik, ya da sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edəcəyik. Baxın, gücləndirilmiş imza
tutaq ki, hər hansı bir flash kartdır, SIMA token, misal üçün buna belə deyək də. Bu adı verirəm sizin üçün, SIMA token. Bəs sertifikatlaşmış imza vasitəsi deyəndə nədir? Asan nömrə. Biz sənədi hər iki yolla imzalaya bilərik. Ya telefonuma kod gələcək, o formada imzalanacaq, ya da mənim flash kartım formasında. Bizim bu flash kartın asan nömrədən fərqi nədir yoldaşlar? Bizə flash kart veriləndə bununla bağlı ayrıca bir sertifikat da verilir və həmin sertifikat sertifikatlaşdırılmış mərkəz tərəfindən veriləcək. Yaxşımı? Dediyimiz mərkəz tərəfindən. Asan nömrədə isə belə bir şey yoxdur. Biz sadəcə tutaq ki, AZS ilə müraciət edib hər hansı bir nömrə alıb buna müəyyən bir hüquq qüvvə veririk. Yaxşımı? Budur. Bunların arasındakı fərq budur. İkincisi, dövlət hakimiyyəti, yerli özünü idarə orqanları sahə üzrə akkreditə edilmiş mərkəzi xidmətlərindən istifadə etməlidir. İstifadə edir yoxsa istifadə etməlidir. İndi sizə sual verirəm yoldaşlar. Əgər dərsi diqqətlə qulaq asmısınızsa, bu sualıma cavab verəcəksiniz. Niyə görə yerli özünü idarə orqanlarıdır, dövlət hakimiyyətidir, mərkəzi xidmətlərindən demədi, akkreditə edilmiş mərkəzi xidmətlərindən dedi? Kim deyər? Həkmi sertifikat olduğuna görə. Yox. Təkmil sertifikat düz deyirsən. Burada danışdıqlarımızdan hansı təkmil sertifikatdır? Gücləndirilmiş imza yoxsa sertifikatlaşmış imza vasitəsi? Gücləndirilmiş. Bəli. Biz dedik ki, təkmil sertifikat olduğuna görə təkmil sertifikatı yalnız kim verir? Akkreditə edilmiş mərkəz. Ona görə, yəni bu günlərin dövlət hakimiyyəti sözü olmasın yoldaşlar. Yerli özünü idarə orqan sahəsi, bax bu sözün üstündən xətt çəkəcəm. Bu olmasa belə biz deyirik ki, gücləndirilmiş imza kim tərəfindən veriləcək? Akkreditə edilmiş mərkəz tərəfindən. İndi dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarına fiziki və hüquqi şəxsin göndərdiyi məlumat bildirişi nə ilə imzalanacaq, nə ilə təsdiqlənməlidir? Gücləndirilmiş imzası ilə. Burada tələbə bəzən çaşır. Niyə çaşır? Qəbulda yazılır ki, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının fiziki və hüquqi şəxsə göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Bir də var, oxuyuruq ki, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarına fiziki və hüquqi şəxsin göndərdiyi. Biri var fiziki və hüquqi şəxsə göndərilən, bir də var onun göndərdiyi. İndi sual verirəm yoldaşlar. Biz bilirik ki, fiziki və hüquqi şəxs əgər hər hansı bir bələdiyyə, dövlət hakimiyyəti hər hansı bir sənəd göndəribsə, bunu nə ilə imzalamalıdır? Gücləndirilmiş imzasına, düzdürmü? İndi bunun əksini deyirəm. Deyirəm ki, A adlı bir dövlət orqanı. Tutaq ki, Milli Məclis. Milli Məclis. Milli Məclis tutaq ki, hər hansı bir vətəndaşa elektron sənəd göndərir. Düzdür? Bəs o elektron sənədi nə ilə imzalamalıdır? Bu saat yatımla da. Milli Məclis dövlət orqanıdır, düzdürmü? Dövlət hakimiyyəti orqanıdır. Vətəndaşa göndərdiyi elektron sənədi nə ilə imzalayacaq? Gücləndirilmiş imza. Gücləndirilmiş imzasını, düzdür? Və yaxud da ki, sertifikatlaşdırılmış imza vasitəsindən istifadə etmək, düzdürmü? Burada diqqətli olmalı olduğumuz məqam nədir? 6.2-də göstərilən punkt ki var, bunu 180 dərəcə dəyişib verəndə yenə eyni şeydir, yenə düzdür. Bunu demək istəyirəm. Vətəndaş da dövlət orqanı nəsə sənəd göndərəndə gücləndirilmiş imzasını təsdiqlənməlidir. Dövlət orqanının əməkdaşı da nəsə sənəd göndərəndə dövlət orqanında istifadə olunan sənəd dövriyyəsinə gedir. Yenə gücləndirilmiş imzasını istifadə etməlidir. Və danışdığımız ümumiyyətlə bu orqanlar tərəfindən elektron sənədin istifadə qaydası kim tərəfindən müəyyən olacaq? Nazirlər Kabineti tərəfindən. Baxın, deyirik ki, elektron imzanın yoxlama qaydası da Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Bu, danışdığımız orqanlarda elektron imzadan istifadə qaydası da Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Yaxşımı? Elektron imza korporativ informasiya sistemlərində hansı formada tətbiq olunur? Korporativ informasiya sistemlərində elektron sənədin, elektron imzanın daha doğrusu istifadə edilməsi sistemin daxili normativ sənədləri və iştirakçılar arasında müqavilə ilə tənzimlənir. Misal üçün deyirəm ki, bu günlərin Ramilin bir dənə şirkəti var. Adı nədir şirkətin? Kontaktom, düzdür? Kontaktom. Kontaktom işçiləri arasında elektron sənəd dövriyyəsində elektron imzadan istifadə olunur. İndi o işçilər bu qanuna əsaslanmalıdır, yoxsa özlərinin qayda qanunları var, onlara əsaslanmalıdır. Deyirik ki, özlərinin daxili normativ aktları var, sənədləri var, onlara əsaslanacaqlar. Və yaxud da ki, tutaq ki,
kontaktomla yoldaşlar, kontaktomla İrşad arasında hər hansı bir elektron sənəd dövriyyəsi var. Bu halda necə? Bu iki şirkət bu qanun tələblərinə əməl edəcək, yoxsa aralarında bağlanmış müqaviləyə əsasən? Deyirik ki, aralarında bağlanmış müqaviləyə əsasən elektron sənəd dövriyyəsi təşkil olunacaq. Yaxşımı? Elektron imza o formada istifadə olunacaq. Bax, bunu demək istəyirəm. Komparativ informasiya sistemində daxili normativ sənədlərdə və iştirakçılar arasındakı həmin o müqavilədə imzanı istifadə edən şəxsin hüquq və vəzifələri plus imzadan istifadə qaydaları riayət edilməməsi nəticəsində hansı vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə tutulmalıdır. Deməli, bizim danışdığımız bu sənədlərdə dediyimiz bu şeylər, bu müqavilədə bu şeylər mütləq şəkildə olmalıdır. Baxın, bu 7.2-ci punktu xüsusi yadda saxlayacaqsınız. Qəbulda sizə düşəcək ki, korporativ informasiya sistemində daxili normativ sənədlərdə aşağıdakılardan biri nəzərdə tutula bilməz. Deyəcək. Buradakılardan 3 dənəsini sizə təqdim eləyəcək. D bəndində də başqa bir versiya verəcək. Ona görə 7.2-ci punktda olanları mütləq şəkildə əzbər bilməliyik. Və korporativ informasiya sisteminə xidmət edən mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və yaxud da ki, iştirakçı razılaşması əsasında belə deyək, formalaşacaq. Bir dənə burada daxili qayda qanunda nə fərq oldu yoldaşlar? Sistem mülkiyyətçisinin qərarı. Hər birində, baxın, istər burada, istərsə də burada. İştirakçı razılaşması görürsünüz, hər birində var. Bir dənə 7.3-də dediyimiz bu mərkəzlər ki var. Mərkəz necə formalaşdırılır? Burada fərqli olan sistemin mülkiyyətçisinin qərarıdır. Sistemin daxili normativ qayda qanunu deyil. Bir də buna diqqət edəcəksiniz. Bəs yaxşı, sistemin daxili normativ sənədləri, bu korporativ informasiya sistemin xidmət edən mərkəzlərdən söhbət gedir. Onların sistemin daxili normativ sənədləri ilə tənzimlənən məsələləri hansılar? Birincisi, deyirik ki, həmin bu danışdığımız korporativ informasiya sisteminə xidmət edən mərkəz hansı formada fəaliyyət göstərəcək? Onun sertifikatlarının tərkibinə nələr aiddir? Hansı xidmətləri göstərəcək? Sertifikatların reyestrləri, məlumatlar harda saxlanılacaq? Sertifikatın saxlanma qaydaları necədir? 1 il ərzində, 5 il ərzində əməkdaş haqqında olan məlumatlar saxlanılır, saxlanılmır. Bunlar hamısı sistemin daxili normativ sənədləri ilə tənzimlənir. Yaxşımı? Baxın, burada dediklərimiz, 7.2-də dediklərimiz, yoldaşlar, diqqətli olun. İştirakçı razılaşması və yaxud da ki, belə deyək, istifadə qaydaları dediyimiz bu iştirakçı razılaşmasına əsasən müəyyən olunacaq. Amma burada dediklərimiz daxili normativ sənədlərə uyğun olur. Yaxşımı? Buna diqqət edəcəksiniz. Elektron imza xidmətinin subyektlərinə söhbət gedir. Subyektlər deyəndə kimlər nəzərdə tutulur yoldaşlar? Subyekt işi görən tərəfləridir, düzdürmü? İndi elektron imzadan istifadə zamanı imza sahibidir və yaxud da ki, sertifikat xidməti mərkəzidir və yaxud da akkreditə edilmiş mərkəzdir və yaxud da ki, müvafiq icra hakimiyyəti orqanı arasında yaranmış hüquqi münasibətlər dediyimiz bu qanuna uyğun olaraq tənzimlənəcək. Hansı qanunlara? 1. Azərbaycan Respublikasının ümumi olaraq qanunvericiliyinə. 2. Bu qanun. 3. Bu tərəflər arasında bağlanmış müqaviləyə əsas. Yaxşımı? Söhbət nədən gedir yoldaşlar? Bizim danışdığımız bu mərkəz, akkreditə edilmiş mərkəz və s. bunların arasında yaranan hüquqi münasibətlər. İndi, sertifikat xidmətləri mərkəzi, düzdür? Bu, qeydiyyata alınması və akkreditə edilməsi ilə bağlı məsələlərə diqqət edirik. Birinci deyirik ki, mərkəzdən söhbət gedir. Mərkəz fəaliyyətə başlamamışdan 30 gün əvvəl Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verməlidir ki, mən, yəni onu yaradan mərkəzin belə də sahibkarına söhbət gedir. Biz belə bir mərkəz yaratmaq istəyirik. Yaxşımı? İcazə varmı bizim belə bir mərkəz yaratmağımıza? Yəni burada artıq Nəqliyyat Nazirliyi buna qərar verəcək. Oradan qeydiyyatdan keçməlidir. İkinci nüans. Məlumatda nələr göstərilməlidir? Həmin o Nəqliyyat Nazirliyinə göndərilən məlumatda. Birincisi, həmin o iddiaçı şəxsin ünvanı, hüquqi statusu varmı, yoxmu bu, maliyyəsi göstərilir ki, nə qədər pul vəsaiti var əlində. İkincisi, texniki vasitələri göstəriləcək, kadrları göstəriləcək, yaxşı neçə ştat vahidi var və s. burada kimlər çalışacaq və fəaliyyətinin xüsusiyyətləri göstəriləcək ki, bu mərkəz dövlət orqanları üçün nəzərdə tutulur, yoxsa korporativ informasiya sistemləri üçün və s. Hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan, bayaq dediyimiz o fiziki şəxsdən söhbət edir, sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Deməli, yoldaşlar, söhbət hüquqi şəxsdən gedirsə, 2 dənə şey göstərəcək hüquqi şəxs. Nəyi göstərəcək?
Bir, öz şəhadətnaməsini, şəhadətnamə əsasnaməyə uyğun olaraq qəbul olunmuş sənəddir. Həmin şəhadətnamə, bir də nizamnaməsini. İkincisi, fiziki şəxs nəyi göstərəcək? Əlavə sənədlərini. Qəbulda nə düşəcək yoldaşlar? Əsasnamə məsələsi. Deyəcək ki, hüquqi şəxs əsasnaməsini və nizamnaməsinin surətlərini qeyd etməlidir. Baxın, əsasnamə yoxdur, diqqətli olun. Yaxşımı? İkinci nüans. Mərkəzin qeydiyyata alınması üçün zəruri olan bu sənədlərdir və yaxud da məlumatlardır. Elektron hökumət informasiya sistemi vasitəsilə ötürüləcək. Elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanlarının əldə edilməsi mümkün olanda həmin sənədin və məlumatlar iddiaçı şəxsdən tələb olunmayacaq. Onsuz da biz bunu buradan alırıq, düzdürmü? Yəni bu şəxsin məlumatları onsuz da elektron hökumət informasiya sistemində varsa, sən vətəndaşdan və ya da qarşı tərəfə süründürülməsilə məruz qoya bilmərsən. Bu sənədləri oradan götürməlisən. İkincisi, belə sənəd və ya məlumatlar elektron hökumət informasiya sistemi vasitəsilə əldə etmə mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq orqanlar tərəfindən tələb olunacaq və yaxud da ki, iddiaçı şəxs tərəfindən təmin olunacaq. İndi bizim dediyimiz bu mərkəz ki var, müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətinə mərkəzin təqdim etdiyi sənədləri yoxlayacaq və mərkəzin qeydiyyatı barədə qərar qəbul edəcək ki, bu mərkəz fəaliyyətə başlasın, yoxsa fəaliyyətə başlamasın. İkincisi, təkmil sertifikatlı xidmətləri göstərmək üçün yaradılan mərkəzlərdən söhbət gedirsə, daha böyük bir səlahiyyətli mərkəzlərdən söhbət gedirsə, yenə deyirik ki, danışdığımız bu nazirlik tərəfindən akkreditə olunur və ona təkmil sertifikat verilir. Yaxşımı? Bəs akkreditə edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyula bilərmi Azərbaycan Respublikasında? Xeyr, buna məhdudiyyət qoyula bilməz. Daha sonra mərkəzin fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatları daxil edilməsindən sonra başlaya bilər. Yəni, bu mərkəz dediyimiz bu nazirlik tərəfindən icazə veriləndən sonra, qərarı alınandan sonra başlaya bilər. Amma bir dənə də məsələyə diqqət edirik yoldaşlar. Bəs yaxşı, danışdığımız nazirlik hansı halda mərkəzin qeydiyyata alınmasından imtina edə bilər? Bax, bu hallar burada qeyd olunur. Birincisi, iddiaçı şəxs tələbləri bu qanun tələblərinə uyğun olmadıqda. Yəni, iddiaçı şəxs qismində göstərilən şəxs bizim göstərdiyimiz bu qanuna uyğun olmadıqda. İkincisi, təqdim olunan məlumat və ya sənəd bu qanuna uyğun olmasa, iddiaçı şəxs bilərəkdən yanlış məlumatlar təqdim etsə, fərqi yoxdur. Və yaxud da ki, informasiya sisteminin təhlükəsizliyini yoxladığı audit və auditin nəticələrinə əsasən iddiaçı şəxsin mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmayandır. Yaxşımı? Yəni, belə deyək də, mərkəz tərəfindən müvafiq təhlükəsizlik tədbirləri göstərmir. Hər bir halda hər hansı bir xaker ora daxil olub istifadəçilərin məlumatlarını oğurlaya bilərsə. Daha sonra iddiaçı şəxs sertifikatlaşdırma və ya da vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyəti bizim bu qanun və digər normativ hüquqi aktların tələblərinə uyğun olmayanda, iddiaçı şəxs dövlətə vergi borcu varsa və qanunvericə nəzərdə tutmuş digər hallarda həmin şəxslə bağlı imtina qərarı qəbul olunur və mərkəzin qeydiyyatı və akkreditə edilmə qaydaları dediyimiz kimi Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Yaxşımı? İndi bura qədər nə sualınız var yoldaşlar? Sizə qaranlıq qalan bu məsələlərdən, mərkəzdir, akkreditə edilmə məsələlərdir, elektron imzanın xidmətin subyektləridir və s. və s. Yoxdur. Yaxşı. Sertifikat xidmətindən danışırıq. Mərkəzdə deyirik ki, imzadan istifadə ilə bağlı xidmətlər göstərə bilirlər. Düzdürmü? Bəs hansı xidmətləri göstərə bilərlər? İndi buna baxın. Birincisi, mərkəz sertifikat verə bilər. Yəni, bu xidməti göstərə bilər. Sertifikatın qüvvəsini dayandıra bilər və yaxud da qüvvəsi dayandırılmış sertifikatı yenidən bərpa edə bilər və yaxud da ki, sertifikatı ümumiyyətlə ləğv edə bilər. Sorğulara əsasən sertifikat barədə bizim qanunvericiliyə uyğun şəkildə məlumatları təqdim edə bilər, vaxt göstəricinin qeydiyyatını apara bilər, elektron imza yarada bilər, imzadan istifadə üzrə məsləhətlər verə bilər. Yaxşımı? Və bu xidmətlərin göstərmə qaydası kim tərəfindən müəyyən olunacaq? Nazirlər Kabineti tərəfindən. Bəs sertifikatın verilmə məsələsi necə? Tutaq ki, sertifikat müraciət etmiş şəxslə mərkəz arasında bağlanmış müqavilə və yaxud da ki, şəxsiyyət vəsiqələrinin fərdiləşməsi zamanı müvafiq icra hakimiyyətinin sertifikat sorğusu əsasında verilir. Yəni, mərkəz sizə hər hansı bir elektron imza verməmişdən, sertifikat verməmişdən və yaxud da ki, hər hansı bir mərkəzə sertifikat verilməmişdən əvvəl həmin şəxsin dataları Daxili İşlər Nazirliyi tərəfindən yoxlanır. Yəni, ora sorğu göndərilir Daxili İşlər Nazirliyinə.
İkincisi, sertifikat almaq istəyən fiziki şəxsdən söhbət gedirsə, mərkəzə onun şəxsiyyətini təsdiqləyən sənəd və qaydalarla müəyyən edilmiş digər sənədlər təqdim etməlidir. Yaxşımı? Təkmil sertifikat almaq üçün akkreditə edilmiş mərkəzə müraciət olunmalıdır. Niyə görə? Baxın, mərkəz dedi ki, nə verirdi bizə? Sertifikat. Akkreditə edilmiş mərkəzdən söhbət gedirsə, nə verirdi? Yoldaşlar, təkmil sertifikat. Yaxşımı? Bunu qanunumuzun əvvəlində anlayışlar bölməsindən keçdik. İndi isə onu təkrar edir. Yəni, təkmil sertifikat almaq üçün akkreditə edilmiş mərkəzə müraciət olunmalıdır. Şəxsiyyət vəsiqələrinin fərdiləşdirməsi zamanı sertifikatın verilməsi, prezidentin təsdiq etdiyi, vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi barədə əsasnamə ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu qanuna uyğun olaraq həyata keçiriləcək. Deməli, şəxsiyyət vəsiqəsinin fəaliyyələşməsi zamanı sertifikatın verilməsi bu qanuna uyğun həyata keçirilir. Bu qanun özü nəyə uyğun həyata keçiriləcək yoldaşlar? Dediyimiz prezident tərəfindən həmin əsasnaməyə nəzərə alınmaq şərtilə. Sertifikat veriləndən sonra mərkəz bu qanuna müvafiq olaraq onun qüvvəsini dayandıra bilər, bərpa edə bilər və yaxud da ləğv edə bilər. Bayaq dediyimiz məsələdir. Daha sonra sertifikatın qüvvəyə minənə qədər mərkəz onun barəsində məlumatları reyestrə daxil edəcək və reyestrdə sertifikatın vəziyyətindəki sonrakı dəyişikliklərin qeydiyyata aparılacaq. Yaxşımı? Və bunların da dedi ki, bu formada verilmə qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq və sertifikatın tərkibinə nələr aiddir? Sertifikatın tərkibinə onu verən mərkəzin adı və ünvanı aiddir. Ünvan deyəndə ölkə nəzərdə tutulur yoldaşlar. Yaxşımı? İkincisi, sertifikatın seriya nömrəsi aiddir. İmza sahibinin adı, atasının adı, soyadı və yaxud da ki, məcbur deyil. İstifadə üçün göstərdiyi təxəllüs bu aiddir. Daha sonra sertifikat qüvvədə olma müddəti nə vaxtdan başlayıb, nə vaxt bitəcək? İmza sahibinin imza yoxlama məlumatı, imza yoxlama məlumatının istifadə ediləcəyi imza vasitələri, hansı vasitələrlə həmin şəxsin imza məlumatları yoxlanıla bilər, bu şeylər qeyd olunacaq. Sertifikat kağız daşıyıcıda veriləndə mərkəzin rəsmi blankında tərtib olunur. Biz rəsmi blank məsələsini keçmişik sizinlə. Düzdürmü? İndi sual verirəm sizə yoldaşlar. Kargüzarlığı keçmişik də sizinlə təlimatı. Niyə görə sertifikat rəsmi blankda tərtib olunur? Kim deyər? Yadınızda salın. Blank nə idi? Rekvizit nə idi? Müəllim bir dənə şəxsə verildi. Blank müəllim 2 və daha çox nətəydi o? İki daha çox orqan adından veriləndə blanksız tərtib olunurdu. Blank tərtib olunurdu. Blanksız, blanksız. Biz deyirik ki, blank harda tətbiq olunurdu? Niyə tətbiq olunurdu blank? Blank. Blank dövlət orqanlarında tətbiq olunur. Blankı ona görə tətbiq edilir. Olmadık da müəllim. Necə? Möhrə ehtiyac olmadık da. Möhrə yəni möhürsüz. Möhürsüz ayrı, düzdür? O ayrı məsələ. Bu blankın tələbləridir. Blank niyə görə blank istifadə edirdik də? Biz bax sualım budur ki, biz blankdan niyə istifadə edirik? Məqsəd nədir? Elə adi sənəddə verək də kağızı. Niyə blankdan istifadə edirdik? Çünki sertifikatlarını bax hələ yəni ona görə. Dövlət orqanına görə. Yox. Bu qədər adam sayısında bir adam deməyəcək ki, biz niyə görə blankdan istifadə edirik? Kargüzarlıqda oxumuşuq, qurtarmışıq. Deyirdi ki, sənədin şablonlaşmış versiyası idi də. Yəni, bir sənəddən gün ərzində 30 dənə verirsənsə, həmin sənədin blankını belə deyək, formalaşdırırdın. Blankda verirdin həmin sənədi. İndi, bu verdiyimiz sertifikat ki var, yoldaşlar, mərkəz tərəfindən verilən, kağız daşıyıcıda verilir. Bu sertifikat hamı üçün eyni sertifikatdır da, düzdürmü? Sadəcə olaraq burada həmin şəxsin adı, soyadı dəyişəcək. Deməli, biz bunu nədə tərtib eləməliyik? Blankda. Onsuz da şablondur da bu, düzdürmü? Ona görə deyir ki, sertifikat kağız daşıyıcıda veriləndə mərkəzin rəsmi blankında tərtib olunur. Səlahiyyətli şəxsin əl imzası və möhürlə təsdiq olunacaq. İndi, sertifikat elektron formada veriləndə amma onu verən mərkəzin gücləndirilmiş imzası ilə təsdiq olunacaq. Yəni, bizim sertifikatımız tutaq ki, kağız daşıyıcı üzərində yox, elektron sənəd dövriyyəsi vasitəsilə bizə göndərilirsə, bu halda mərkəzin gücləndirilmiş imzasına təsdiq olunacaq. Yaxşı? Təqdim olunmuş məlumatlar imza sahibini dəqiq identikləşdirməyə imkan verəndə şəxs göstərici kimi təxəllüsdən istifadə edə bilər.
Bu halda imza sahibinin təxəllüsdən istifadə etməsi sertifikatda aşkar qeyd olunur. Yəni sertifikatın bir bölməsinə qeyd olunacaq ki, bu ad soyadda olan şəxsin təxəllüsü budur. Yaxşımı? Daha sonra fiziki şəxslərə verilən təkmil sertifikatda əlavə olaraq nələr göstərilməlidir? Buradakılardan əlavə olaraq deyirik ki, sertifikatı verən akkreditə edilmiş mərkəzin adı və ünvanı göstəriləcək, təkmil sertifikatı olması barədə qeyd olacaq, sertifikatın istifadə sahələri harda olacaq, bununla bağlı məhdudiyyət nələrdir? Söhbət fiziki şəxslərdən gedir. Sertifikat şəxsiyyət vəsiqələrinin fəaliyyələşməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında veriləndə həmin orqanın adı qeyd olunacaq. Bu da Daxili İşlər Nazirliyidir. Yaxşımı? Yəni bu saydığımız 4 dənə nüans fiziki şəxslərdə əlavə olaraq göstərilməlidir. Bir də fiziki şəxslərə verilən təkmil sertifikatdan söhbət gedirsə, onlara verilən təkmil sertifikat onu verən akkreditə edilmiş mərkəzin gücləndirilmiş imzasına təsdiq olunacaq. İndi istər hüquqi şəxs, istər fiziki şəxs fərqi yoxdur. Akkreditə edilmiş mərkəz tərəfindən verilən sertifikat əgər belə deyək də elektron versiyada verilirsə, gücləndirilmiş imza ilə təsdiq olunmalıdır mütləq şəkildə. Bəs akkreditə edilmiş mərkəz verilən təkmil sertifikatda hansı məlumatları göstərməlidir? Birincisi, sertifikatı verən orqanın adı nədir, ölkə hansıdır, bunu göstərməlidir. Təkmil sertifikatı olması barədə qeyd və sertifikatın istifadə sahələri və məhdudiyyət. Yəni, birbaşa fiziki şəxslə bağlı əlavə qeydilənən eyni bir şeydir. Sadəcə olaraq burada fiziki şəxslərdə göstərilən axırıncı punkt yoxdur. Yaxşımı? Diqqətli olun. Akkreditə edilmiş mərkəz verilən təkmil sertifikat onu verən orqanın gücləndirilmiş imzası ilə təsdiq olunacaq. Yəni, akkreditə edilmiş mərkəzin özünə belə təkmil sertifikat verilir. Yaxşımı? Və sertifikata daxil olan digər məlumatlar mərkəzlə imza sahibi arasında bağlanmış müqavilədə göstərilməlidir. Bəs sertifikat hansı hallarda etibarsız sayılır? Birincisi, qanunvericiliyə müvafiq qaydada verilməyəndə, qüvvədə olma müddəti bitəndə, sertifikatı vermiş mərkəzin gücləndirilmiş imzasının həqiqi olmadıqda, sertifikatın qüvvəsi dayandırılmış və ləğv edilmiş olanda, bir də onda qeyd olunmuş münasibətlərdə istifadə olunmayanda həmin sertifikat etibarsız sayılır. Bəs hansı halda sertifikat etibarsız sayıla bilməzdir? Yaxşımı? Bax, bunlarda diqqət edəcəksiniz. Sonra, sertifikatın qüvvətinin dayandırılması və bərpa edilməsi məsələləri var. Dedik ki, sertifikatın qüvvəsi mərkəz tərəfindən bu hallarda dayandırılır. Hansı hallarda? 1. İmza sahibi müraciət edir ki, mənim sertifikatımı dayandırın, mən xitam verirəm sertifikatımı. İkincisi, qanunvericilik və yaxud da ki, müqaviləyə əsasən hər hansı bir səlahiyyətli şəxs və yaxud da hər hansı bir orqanın müraciəti əsasında. Üçüncüsü, sertifikatın verilməsi üçün əsas olan məlumatların düzgünlüyü və yaxud da ki, imza sahibinin imza yaratma məlumatlarının təhlükəsinə mərkəz əsaslı şübhələri olduqda, misal üçün, mərkəz şübhələnir ki, sənin elektron imzandan sən yox, başqa bir adam istifadə edir. Bu halda sənin sertifikatın qüvvəsi dayandırıla bilər. Yaxşımı? Sertifikatın qüvvəsinin dayandırılması mərkəz dərhal imza sahibinə məlumat verir, müraciət etmiş səlahiyyətli şəxsə məlumat verir və yaxud da sertifikat reyestrindən müvafiq qeyd aparır. İndi 13.1.3-də göstərdiyimiz məsələlər ki var yoldaşlar. Deyirik ki, nəzərdə tutulmuş hallarda sertifikatın qüvvəsi 48 saatdan artıq dayandırıla bilməz. Yaxşımı? Buna diqqət edəcəksiniz. Yaxşı, sertifikatın hüquqi qüvvəsi hansı hallarda bərpa olunur? Yenidən bərpa olunur. 1. Sertifikat qüvvəsinin dayandırılması tələb etmiş imza sahibinin müraciəti və yaxud da müraciət etmiş səlahiyyətli şəxsiyyətin icazəsi yenidən alınanda sertifikat bərpa oluna bilər. Həmin şübhələr aradan qalxdıqda bərpa oluna bilər və sertifikat qüvvəsinin dayandırıldığı müddət başa çatdıqda sertifikat yenidən bərpa oluna bilər. Buna baxacaqsınız. Sertifikat qüvvəsinin dayandırılmasıdır, bərpasıdır. Buna bağlı yaranan mübahisələr kim tərəfindən həll olunur yoldaşlar? Bilmirik. Deyirik ki, qanunvericiliyə uyğun olaraq tənzimlənir. Yaxşımı? Və sertifikatın ləğv edilməsi məsələsi var yoldaşlar. Bir dəqiqə baxım görüm, bundan sonrasını davam eləsək, fəslimiz var hələ. Eyb yoxdur. Bura qədər davam elədik yoldaşlar. Saxlayıram. Maddə 14-ə kimi. Növbəti dərsə qədər məncə oxuyub çatdıra bilərsiniz. İndi, dərslə bağlı ümumi olaraq nə sualınız var? Sizə qaranlıq qalan hansı məsələlər var? Elektron sənəd dövriyyəsinin sertifikat məsələsində. Müəllim, orada 48 saatdan artıq dayandırıla bilməz deyir. Yəni ondan sonra yenidən bərpa olunur, yəni necə? Sertifikatın qüvvəsi. Yəni, burada saydığımız hallar ki var, burada saydığımız hallarda bəli 48 saatdan artıq dayandırıla bilməz. Ondan sonra yenidən bərpa olunmalıdır. Orada hansı haldan söhbət gedir?
Bax bundan. Əgər mərkəz tərəfindən əsaslı şübhələr yaranıbsa və sənin sertifikatının müddəti dayandırılıbsa, bax bir dənə bu hala aiddir 48 saat. 48 saat ərzində mərkəz qərar qəbul etməlidir ki, sənin sertifikatının özünü istifadə edirsən, yəni elektron imzanla, yoxsa başqa bir şəxs. Ondan sonra 48 saatdan sonra məcburi surətdə yenidən bərpa olunmalıdır. Yaxşımı? Yəni bir dənə 11.3-ün bu işarələdiyim 3-cü hissəsi ki var, o dediyimiz məsələ 48 saat bura aiddir. Sonra yoldaşlar, nə sualınız var? Oxuya bilərsiniz elektron sənəd, elektron imza, sertifikatla bağlı məsələ. Çətinlik yaratmaz ki.